Salam, hər vaxtınız xeyir. Bu videoda biz Divin 20 variant sınaq imtahanı kitabından 11-ci siniflərin blok imtahanına hazırlaşan şagirdlər üçün Azərbaycan dili fənnindən sınaq imtahanı 6-ya nəzər yetirəcəyik. Sınaq imtahanının mövzusu söz birləşmələri, sintaktik əlaqələr və onların növləridir. Sınaq imtahanı 6-dan öncəki sınaqlarda videoya yerləşdirilib. Eyni zamanda paralel şəkildə ədəbiyyat fənni üzrə də videolar kanala yerləşdirilir. Siz də həm videolara baxıb, həm də kanala abunə olub videoları bəyənməklə öz dəstəyinizi bildirmiş olarsınız. İndi isə keçək sınaq imtahanının suallarına. Birinci sual. Biri söz birləşməsi deyil. Tapşırığı eləmək, yerinə yetirmək mənasında işlərsə deməli söz birləşməsidir. Şəhərdə olmaq, yaşamaq, qalmaq mənasındadırsa söz birləşməsidir. Müəllim olmaq, onu hər hansı bir sözlə əvəz edə bilmədiyimiz üçün söz birləşməsi deyil. Ana haqqı söz birləşməsidir, yeni il söz birləşməsidir. 2. Hər iki tərəfi sifətlə ifadə olunan söz birləşməsi hansı cümlədədir? Hər iki tərəfi sifətlə ifadə olunan. Döyüşdən sağ çıxan adamları ordenlər tərtib elədilər. Tərtib elədilər kimi adamları, hansı adamlara döyüşdən sağ çıxan. Sağ çıxan fe'li sifətdir. Bizdən isə sifət soruşur hər iki tərəfdə. Əskərlərimiz bütün çətinliklərin öhdəsindən gəldilər. Çətinliklərin öhdəsi hər iki tərəf isimlə ifadə olunub. Şəhərdəki tikinti işləri hələ başa çatmamışdı. Başa çatmamışdı nə? Tikinti işləri hər ikisi isimdir. Bizdən sifət soruşur. Salondakı gənclər səhnədə baş verənləri diqqətlə izləyirdilər. Kim? Salondakı gənclər. Sifət, sifət. Cavab oldu D. Üçüncü suala keçək. Cümlələrin birində söz birləşməsi işlənməmişdir. Birazdan o dəvəsini yortmaz sürə-sürə gəlib çatdı. Necə, nə cür, nə tərzə dəvəsini yortmaz sürə-sürə. Fe'li bağlama tərkibi işlənmişdir. Yəqin otluqda cırıldayan çəyirtkənin səsinə də beləcə qulaq asırdı. Nəyə qulaq asır? Çəyirtkənin səsinə. Burada ismi birləşmə var. Yəni söz birləşməsi var. Kim bilir, bəlkə də doğma yerləri görəndən sonra uşaqlıq illəri yadına düşəcək. Nə vaxt, nə zaman doğma yerləri görəndən sonra. Burada da birləşmə var. O yeri indi belə adlandırırlar. O yeri. Burada da var. O narahatlıqla ətrafa boylanır. Nə edirdi? Boylanırdı. Kim? O. Necə, nə cür, nə tərzdə? Narahatlıqla haraya, ətrafa. Burada söz birləşməsi yoxdur. Cavab olur E. 4. Fe'li birləşmənin işləndiyi cümləni müəyyən edin. Sənin gözəlliyin gəlməz ki saya, qoynunda yer vardır ulduza, aya. Sənin gözəlliyin. Burada ismi birləşmə var, fe'li birləşməni soruşur. Qoynunda ulduza, aya yer vardır. Bu misrada ümumiyyətlə söz birləşməsi yoxdur. Çoban çaydan bir qədər uzaqda ot qalamışdı. Çoban çaydan bir qədər uzaqda. Nə etmişdi, qalamışdı? Kim? Çoban. Harada? Çaydan bir qədər uzaqda. Burada fe'li birləşmə yoxdur. Fe'li birləşmə olmaq üçün biz məsdər, fe'li sifət, fe'li bağlamanın şəkilçisini də axtarmalıyıq. Kənddə olanda xəstəliyinə əsər əlamət qalmırdı. Nə vaxt, nə zaman kənddə olanda. Yəni kənddə qalanda mənasında işləndiyi üçün bu artıq olur söz birləşməsi. Cavab olur C bəndi. Onun xarici görünüşü dəvə sahibinin əvvəlki xəstə halına çox bənzəyirdi. Dəvə sahibinin halına, bu ismi birləşmədir. Kömək etdiyi adamlar bugün ona dayaq oldular. Kim? Adamlar, hansı adamlar kömək etdiyi. Burada bunu birləşmə kimi görə bilərik. Amma etmək, eləmək, olmaq bilirik ki, sözə qoşulub, əgər müstəqil məna ifadə etmirsə, o zaman o birləşmə yox, mürəkkəb söz kimi ifadə olunur. Ona görə cavab oldu C bəndi. Yəni, Y bəndi ola bilməz. 5. Nümunədə söz birləşməsi ifadə olunan cümlələrini müəyyən edin. Bu bağçanın hər bir budağı üstündə min çiçək, min gül bitirmiş. Sizin güldüyünüz çoban torpağı nizamilər, füzulilər yetirmiş. Bağçanın budağı. Nə? Bağçanın budağı. Bu ismi birləşmədir və burada olur mübtəda. Daha sonra üstündə min çiçək, min gül bitirmiş. Sizin güldüyünüz çoban torpağı. Hansı torpaq? Sizin güldüyünüz çoban torpağı. Burada da var hansı deyilsə təyin. Cavab olur A bənd. 6. Hansı fe'li birləşmənin əsas tərəfi, aslı tərəfi adlı kallı isimlə ifadə olunub?
fe'li birləşmənin aslı tərəfi adlıq alınan. Aslı tərəf birinci tərəfdir. Baxırıq. Çoxdan isim deyil. Yeri silən təsirlikdir. Tapşırığı yazanda təsirli hal nəyi? Tapşırığı. Birdən dillənən, bu da isim deyil. Əlləri əsəndə onun əlləri. Burada mənsubiyyə şəkilçisidir. Mənsubiyyə şəkilçisi sözdə adlıq haldadır və əl sözü isimdir. Cavab olur B bəndi. 7. Oğlum, niyə şeirlərini doğma dilimizdə yazmırsan cümləsində hansı sözlər ismi birləşmənin tərəfləridir? Doğma dilimizdir burada. Cümlədən görüldüyü qədərlə doğma dilimizdir. Cavablar içərisində də bəli, D variantında var. 8. Hansı mürəkkəb adın yazılışı səhvdir? Düzdür. Rəsulzadə düzdür. Respublika günü düzdür. Cəbrayıl rayon icra hakimiyyəti rayon böyüklə yazılmalıdır. Cavab olur D bəndi. 9. Cümlələrdən birində həm sözlər, həm də cümlələr arasında sintaktik əlaqə var. Baxın, burada diqqət edəcəyimiz məqam nədir? Həm sözlər, həm cümlələr arasında. Sözlər arasında əgər cümlə varsa, orada əlaqənin olmağı bir 99% orada əlaqənin olduğunu bilirik. Cümlələr arasında deyirsə isə, bu əgər sadə cümlədirsə, orada cümlələr arasında əlaqə ola bilməz. Ona görə əgər cümlələr arasında deyirsə, ilk işiniz mürəkkəb cümləni axtarmaq olsun. Nizami Gəncəvi Xosrov və Şirin poemasını fars dilində yazmış. Burada sadə cümlədir. Gahdan çiskin tökər, gahdan duman eylər, gah gəlib gedəni peşiman eylər. Burada da mürəkkəb cümlə deyil. Bahar gəldi, özü ilə bərəkət gətirdi. Bunların hamısı ilə bahardır, sadə cümlədir. Geri döndü, yoldaşlarını götürüb uca dağların başına çıxdı. Sadə cümlədir. Bolu bəy hay vurdu. Hay vuran Bolu bəydir. Adamlar tökülüb Koroğlunu tutdular. Koroğlunu tutan da kimdir? Adamlar. Burada oldu cümlələr arasında əlaqə, sözlər arasında məsələn elə adamlar tutdular. Burada isə bunlar arasında uzlaşma əlaqəsi var. Cavab olur E bəndi. Belə testlərdə həm söz, həm cümlə deyirsə, ilk işiniz cümləni axtarmaq olsun. Yəni mürəkkəb cümləni axtarmaq olsun. 10. Kəmiyyətə görə uzlaşma hansı cümlə üzvləri arasında pozula bilər? Kəmiyyətə görə uzlaşma bildiyimiz kimi mübtədanın cəmdə, xəbərin cəmdə, mübtədanın təkdə, xəbərin təkdə olmağından söhbət gedir. Biz demişdik ki, şəxsə görə uzlaşma Azərbaycan dilində pozulmur. Kəmiyyətə görə uzlaşma isə mübtəda ilə xəbər arasında pozula bilir. Ona görə cavab olur D bəndi. 11. Cümlələrin birində uzlaşma əlaqəsi kəmiyyətə görə pozulmuşdur. Yəni, mübtəda təkdədirsə, xəbər cəmdədir və yaxud mübtəda cəmdədirsə, xəbər təkdədir. Bu zaman uzlaşma burada kəmiyyətə görə pozulmuş olur. Baxaq, sərnişinlərin çoxu qatarda ayaq üstə dayanmışlar. Nə etmişlər? Dayanmışdılar. Xəbər cəmdədir. İndi bizim əgər mübtədamız, tapdığımız mübtəda cəmdədirsə, uzlaşma pozulmur. Yox, əgər təkdədirsə, uzlaşma artıq pozulmuş olacaq. Qatarda ayaq üstə dayanmışdı. Kim? Sərnişinlərin çoxu. Mübtəda söz birləşməsində ifadə olunub. Yadımıza saxlayaq. Söz birləşməsində ifadə olunan mübtədada əsas tərəfə baxırıq. Əsas tərəf təkdədirsə, xəbər təkdə olur. Cəmdədirsə, xəbər cəmdə olur. Bir-birinin əksidirsə, yəni tək və cəmdə bir-birinə uyğunsuzluq varsa, bu zaman deməli orada kəmiyyətə görə uzlaşma pozulub. Eyni ilə bu cümlədəki kimi. 12. Fe'li birləşmə ilə ifadə olunan ikinci dərəcəli üzvün işləndiyi cümləni müəyyən edin. Fe'li birləşmə ilə ifadə olunan ikinci dərəcəli üzv. Dadananla quduranı saxlamaq olmaz. Kimi dadananla quduranı? Burada yoxdur. Bacarmadığın işə bacararam demə. Burada birləşmə yoxdur. Bəxti gətirənin xorucu da yumurtlar. Yumurtlar. Kimin? Bəxti gətirənin. Burada yoxdur. Leş görəndə qarğa quzğuna dönər. Nə vaxt, nə zaman? Leş görəndə. Cavab olur D bəndi. 13. Biri sabit söz birləşməsi, yəni frazeoloji birləşmə deyir. Yola vermək. Sabit söz birləşməsi frazeoloji birləşmələrdir. Sərbəst söz birləşmələri isə tərəflərini dəyişə bildiyimiz birləşmələr isə sərbəst söz birləşmələri deyirik. 14. Biri ismi birləşmənin əsas tərəfi ola bilməz. Bildiyimiz kimi fe'li bağlı. Söz və söz birləşməsinin orta cəhdləri sırasında verilənlərdən biri səhvdir. Əşya və hadisənin adını bildirir, bəli. Cümlə üzvü olur, bəli. Cümlənin əmələ gəlməsində iştirak edir, düzdür. Leksi şəkillə düzəlir, söz düzələ bilər, amma söz birləşməsində buna aidiyyatı yoxdur. Cavab olur D bəndi. 16. Xoşbəxt xəlq eləmiş sizi yaradan nümunəsilə bağlı doğru fikri müəyyən edin. Sizi yaradan xoşbəxt xəlq eləmiş. Normal cümlə budur. Sizi yaradan sizi xoşbəxt xəlq eləmiş. Bu şəkildə də deyə bilərik.
Mübtəda söz birləşməsi ifadə olunub. Yaradan kim? Xeyr, söz birləşməsi deyil. Bütün cümlə üzvləri sözlərlə ifadə olunub. Bəli. Yaradan, xəlq eləmiş, xoşbəxt, sizi hamısı söz birləşməsində ifadə olunub. Ona görə cavab olur B bəndi. 17. Aslı tərəfi sifətlə ifadə olunan ismi birləşmənin işləndiyi cümləni müəyyənləşdirin. Aslı tərəf sifətlə ifadə olunacaq. Baxaq. Saxsı qablar, yadımıza saxlayaq, metal adları isimdir. Sübh tezdən Kərim babanın taxta isimdir. Artıq satışda rezin isimdir. Qızılı qələmlər, qızıl isimdir, qızılı sifətdir. Bunu yadda saxlayaq. Cavab olur D bəndi. 18. Üzərində rəqəm yazılmış hansı ifadə uzlaşma əlaqəsinin əsas tərəfdir? Bilirik ki, uzlaşma əlaqəsində əsas tərəf mübtəda olur, aslı tərəf xəbər olur. Hər gecəm oldu qüssə, fəlakət sənsiz. Cümləni normal hala gətirsək, yəni normal söz sırası ilə düzsək, sənsiz hər gecəm qüssə, kədər, fəlakət oldu. Olan nədir? Gecəm. Deməli, gecəm mübtədadır, oldu xəbərdir. Əsas tərəf deyirsə, gecəm sözü mübtəda olduğu üçün o əsas tərəfdir. Cavab olur A bəndi. 19. Hansı cümlədə mürəkkəb adın yazılışı doğrudur? Beynəlxalq sözü səhv yazılıb. Şah sözü səhv yazılıb. Köraz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz Talış dağlar arasındakı məkanı əhatə edir. Bu düz cavabdır, çünki dağ adlarıdır. Onlar dağ adını bildirən hissə böyüklə yazılır, dağ sözü kiçiklə yazılır. Kənd təsərrüfatı naziri kiçiklə olmalıydı. Şəhidlər xiyabanı xiyaban kiçiklə olur. 20. Nümunələrin birində tabesilik əlaqəsi yalnız cümlələr arasındadır deyirsə, mürəkkəb cümlə axtarmalıyıq yenə də. Baxaq. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər onu tarimar. Cana məlhəmsə də vəfa etibar, tarimar yoxdur. Bilsin ana torpaq, bilsin ana torpaq, eşitsin vətən. Bilən torpaq da eşidən vətən. Cavab oldu B bəndi. 21. Xüsusiyyətləri heç birinə uyğun gəlməyən söz birləşməsini müəyyən edin. Düzəltmə sifət sadə isim. Axşamcı hadisə. Düzəltmə say sadə isim. 4-cü mərtəbə. Sadə isim feili bağlama. Balıqçını görüncə. Düzəltmə zərf feili sifət. Düzəltmə zərf feili sifət. Tezdən duran. Dağdan inəndə yoxdur. 22. Öldürücü zərbə birləşməsindəki aslı tərəfin xüsusiyyətlərlə bağlı yanlış fikir. Yəni, birinci tərəfdən söhbət gedir, aslı tərəf. Qulusa düzəltmədir, bəli, ölməkdən öldürmək, ondan da öldürücü. Kökü və başlanğıc forması fərqli nitq hissəsidir. Düzdür. Kökü öldü, öldürmək, öldürücü. Zərbə artıq sifət oldu. Feildən kök feildir, başlanğıc forma isə sifətdir. Feildən düzələn isimdir. Feildən düzələn isim deyil, sifətdir. Cavab oldu C bəndi. 23. Kitabdan oxuduqda söz birləşməsi arasında əsasında doğru fikirləri müəyyən edin. Doğrudur. 2 sadə sözdən yaranıb. Kitabdan oxuduqda düzdür. Mürəkkəb addır, xeyr. Feili bağlama tərkibidir. Feili bağlama tərkibidir, düzdür, oxuduqda. Aslı tərəf hal şəkilsi ismi birləşmədir, xeyr, feili birləşmədir. Cavab oldu 1-4. 24. Hansı mürəkkəb adların yazılışı düzgündür? Bakı Dövlət Universiteti düzdür. Silahlı qüvvələr günü böyüklə yazılmalıdır, səhvdir. Möminə xatun türbəsi düzdür. Novruz bayramı kiçiklə yazılmalıdır, səhvdir. Qurban bayramı düzdür. 1, 3, 5. 25. Klasteri tamamlayan fikirləri müəyyən edin. Deyilən adam əsas və asıl tərəflərdən ibarətdir, düzdür. 2 müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə yaranıb, doğrudur. İsmi birləşmədir, doğrudur. Cümlə daxilində işlənsə, bütövdə bir cümlə üzvü kimi çıxış edəcək, parçalana bilər. Aslı tərəfi məhsul növdə olan feili sifətdir, məhsul növdə yox, qayıdış növdədir. Bu səhvdir. Birinci tərəfi düzəltmə olan indiki zaman mənalı feili sifətdir. Bəli, deməkdən deyinmək, ondan deyinən yaranıb. Cavab olur 1, 2, 5. Yəni, orada onu düzəltmə eləyən feili sifət şəkilsi deyil. Feili sifət şəkilsiləri qrammatik şəkilsilərdir. Orada onu eləyən deməkdən deyinmək, növ şəkilsidir. 26.
Eyler-Veyn diaqramı əsasən cümlələrdəki fərqləndirilmiş hissələr əsasında orta fikirləri müəyyənləşdirin. Faytonlara əyləşib Ağa Musanın iqamətgahına gəldik. Üzgözündəki sevinci indi anladım. Ortaq fikir soruşur. Baxaq, ismi birləşmədir. Bu da ismi birləşmədir. Bu da. Bir düzdür, biri götürürük. Daha sonra əsas tərəfi qrammatik şəkil. Əsas tərəfində qrammatik şəkilçi var. Yəni ikinci tərəfində burada var, burada da var. İkini də götürürük. 1, 2. Hər iki tərəfi əsas nitqlərlə ifadə olunmuşdur. İsim, isim, sifət, isim, düzdür. Üçü də götürürük. Sadə sözlərdən ibarət iqamətgah düzəltmədir. Üz gözündəki də mürəkkəbdir. Aslı tərəf ümumi isimlə ifadə olunub. Ağa Musa xüsusi isimdir. Cavab oldu 1, 2, 3. Uyğunluğu müəyyən edir. İsmi birləşmələr, feili birləşmələr. Baxaq. Yağış yağanda feili birləşmədir. İsti hava ismi birləşmədir. Hökm edən, etmək, eləmək, olmaq birləşmə deyil. Mürəkkəb sözdür. Müəllim olanda da həmçinin sürətli danışan bu feili sifətli və birləşmədir. Cavab olur 1-ə C, 2-yə A və D. Mətnlə bağlı suallara diqqət edək. Mətnin məzmunu əsasən ona söz birləşməsi formasında ad müəyyən edib yazaq. Mətni oxuduqdan sonra, yəni siz də mətni oxusanız, orada oxuduqdan sonra ona ad vermək çətin olmaz. Məsələn, burada biz buna nə ad verə bilərik? Burada onun turizm yeri olaraq, yəni gedilə biləcək yerlər siyasında olduğunu nəzərə alaraq turizm şəhəri adını qoya bilərik. Daha sonra burada var ki, Bakı Avropa və Asiyanın kəsilməsində yerləşən dünyanın ən cazibədar və beynəlmiləl şəhərlərindən biridir. Cazibədar şəhər deyə bilərik. Daha sonra Qafqazda yerləşir. Qafqazın gözəl şəhəri deyə bilərik. Yəni bu adları verə bilərik. 29. Mətnlərin aid olduğu üslubun xüsusiyyətləri əsasında Eyler-Veyn diaqramına uyğun fikirləri qeyd edək. Ədəbiyyatşünaslıq bədi ədəbiyyatı öyrənən elmdir. Ədəbiyyatşünaslıq vəhdətində yaranır. Mətni oxuduqda mətndə bizə aid nə olur ki, bu mətn elmi mətndir. Çərçivədəki mətn elmi mətndir. Əsas mətn isə bədi publistik mətndir. Bunların fərqli xüsusiyyətlərini yaza bilərik. Əsas mətnə yazırıq ki, publistik üslubun xarakterləri, yəni ona aid olan xüsusiyyətləri var idi. Qəzet, televiziya dilidir, kütləvi anlayışlı dildir. Daha sonra həm yazılı, həm şifahi forması var. Yəni bunları yaza bilərik. Bədi publistik üslub haqqında bildiyimiz məlumatları yazırıq. Çərçivədəki mətn isə elmi mətndir. Elmi mətnin anları nə idi? Konkretlik, dəqiqlik olur. Orada termin sıxlığı olur. Sözlər daha çox tək mənalı olurlar. Bunları da qeyd edə bilərik. Hər ikisinin ortaq fikri nədir? Hər ikisi funksional üslublara daxildirlər. Hər ikisində də yəni dilin normalarına, qaydalarına tabe olmaq vacibdir. Bunları qeyd edə bilərik. Mətnin məzmununa sizdən birinci abzatın nöqtələrin yerinə uyğun ifadə. Bakı Abşeron yarımadasında Xəzər dənizinin qərb sahilində yerləşir. Yəni qeyd edə bilərik.